Bəli, əziz tamaşaçılarımız, efirimiz davam edir. 25 aprel tarixli səhərdəsiz və proqramımızın davamında belə bir aktual mövzu haqqında istəyirik qonağımızla söhbət aparaq. Bilirsiniz, bu saat süni intellekt həyatımızda elə müdaxilə edib ki, həyatımızda elə bir var ki, bu haqda məncə danışmağın tam zamanıdır. Ümumiyyətlə, bir çox sahələrə süni intellekt özünü göstərir və düşünürük ki, bunun bugünü, sabahı hər kəsi narahat edir. Hər kəsə bir maraq doğurur. Ona görə bu suallarımızı ünvanlayacağıq bizim çox dəyərli qonağımıza. İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdürü, Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ramiz Alıquliyevi dəvət etmişik. Bugün studiyamızdadır və salamlamaq istəyirik sizi. Xoş gəlmişsiniz. Sabahınız xeyirli olsun. Sabahınız xeyir olsun. İlk olaraq təşəkkür edirik proqramımızda iştirakınıza görə. Düşünürəm ki, bir çox bugün suallarımıza aydınlıq gələcək. Sizin kimi bir mütəxəssisin sayəsində. İlk sualımız belə olacaq, Rasim müəllim. Süni intellektin mənbələri və ən çox tətbiq olunduğu sahələr. Təşəkkürlər. Mövzu həddən artıq aktualdır. Bu saatı dünyanı düşündürən bir nömrəli məsələdir. Bu saatı baxsanız dünyada ölkələr arasındakı müharibənin kökündə bu saatı süni intellekt durur. Hal-hazırda dünyanın iki böyük nəhəng dövləti, Amerika Birləşmiş Ştatları və Çin arasında gedən mübarizənin kökündə süni intellektdir. Süni intellektdə kim yazdıracaqsa, kim onda irəliyə gedəcəksə, dünyada o idarə edəcəkdir. Problem buradadır. Və biz nədəyik? Mənbə olaraq bunu görürsünüz. Mənbə bu saatı süni intellekt qədər aktual bir problem yoxdur. Tətbiq olunduğu sahələrə gəlincəsə. Biz dünyada hər bir şəxs bu saatı süni intellektin içərisindədir. Süni intellektdən kənarda bu saatı dünyada bir nəfər də yoxdur. Mobil telefonlar, smart telefonlar, internet, virtual köməkçilər, hər şey bu saatı süni intellektdir. Süni intellektdən kənarda bütün bank əməliyyatları, bütün televiziya, bütün sosial media süni intellektdən faydalanır bu saatı. Süni intellektin mənbələri nədir? Süni intellektin mənbələri öz başlanğıcını süni intellekt götürüb süni neyron şəbəkələrdən. Bu gedib çıxır 1943-cü ildə Amerikan alimləri ilk dəfə təbii neyronu, yəni insan neyronunun formal modelini yaratdılar. İnsan neyronlar, təbii neyronlar necə işləyirsə, onun formal modelini yaratdılar və onun üzərində neyron şəbəkələr qurdular. Bəli. Və bu indiyə qədər də hal-hazırda bizim bildiyimiz süni intellektin əsas mənbəyi insan intellektidir, insan beynidir. Amma bu deyil. Tamamda bu deyil. Süni intellektin mənbələri, qaynaqları çoxdur. Biyo aləmdən qaynaqlanan 500-dən yuxarı hal-hazırda biyo aləmdən qaynaqlanan süni intellekt algoritmləri var. Bir hissəsinin adını deyəcəm, biləcəksiniz. Buyurun. Qarışqa algoritmləri deyirlər. Qarışqalar necə ki, yem dalınca gedib, öz yuvalarına yem daşıyırlarsa və ən qısa yolu tapırlarsa, nəqliyyatda da ən qısa yolun tapılması hal-hazırda həmin qarışqa algoritmlərin əsasındadır. Nəqliyyatın intellektuallaşdırılması bu saatı həmin o təbiətdən qaynaqlanan algoritmlərin, süni intellekt algoritmlərin üzərində qurulur. Yeni nəzərdə tutursuz, biz gündəlik istifadə etdiyimiz həmin o məkanlara çatmaq üçün olan proqramlarımız var. Evet, bu taksiləri istifadə etdiyi navigatorlar hamısı onun üzərində qurulubdur. Çox maraqlıdır. Hamısı, yaxud da ki, arılar necə işləyir? Deməli, alimlər götürüblər, onların işləmə qabiliyyətini müşahidə ediblər. Necə onlar, arılar nə edirlər, funksiyaları nədir? Maksimal qədər daha çox bal toplasın. Düzdür, müxtəlif mənbələrdən gedir və oradan balı daşıyır öz pətəyinə. Bu necə işləyirsə, necə daha çox optimal həll tapırsa, həmin o algoritmlər gəlib süni intellekt algoritmlərinə. Deyirsiniz, təbiətdən yararlanır, amma süni şəkildə, süni bir... İntellektə çevirir. Bəli, həmin o canlı... Biraz təzad var söylədiyinizdə. Yox, təzad belədir. Süni intellekt, bu canlı aləmdə olan bu həşəratlardır.
heyvanlardır, quşlardır, balıqlardır. Onların davranışını öyrəniblər. Bəli. Onlar necə optimal həll tapıblarsa, həmin onu alqoritmləşdiriblər, veriblər süni intellekt sistemlərinə. Mənbə kimi götürüblər əlbəttə ki, amma Ramiz müəllim, düşünürəm ki, sizin də məhz bu barədə çox suallar almısınız, məhz bu barədə çox araşdırmalar aparmısınız və istərdim tamaşaçılara da çatdıraq bu mövzunu ki, süni intellekt vurğuladığınız kimi hər yerdədir. Bu günümüzdə aktual olaraq hətta körpə balalarımızın belə, uşaqların, telefon əlində olan hər kəsin öz şəklini düzəltmək üçün deyim istifadə edilir və yaxud hər hansı bir dərs nümunəsində kömək, yardım almaq üçün istifadə edilir. Amma bu süni intellektin faydalarını hardasa bilirik. Yəni faydalarını görürük, istifadə edirik. Yenə də istərdim məlumat verərsiniz. Amma ən çox da təhlükələri, məhz bu trendlər var süni intellekt vasitəsilə. Bu trendlərin bizə hansı təhlükə yarada bilmə ehtimalı var? Süni intellektin faydalarla zərərləri, riskləri, təhlükələri arasında belə deyək, faydaları o qədər çoxdur ki, o təhlükələrlə, risklərlə müqayisədə həddən artıq çoxdur. Sadəcə olaraq insan xarakteri belədir. Pis şey daha çox tez yadda qalır. Bəli. Daha tez yayılır. Düzdür. Burada bu qədər bəlkə bunun verdiyi üstünlüklərə baxın süni intellektin. Süni intellekt bu saatda tibbdə fontan edir, inqilab edir. Əlbəttə. Yeni dərman preparatları hazırlanır. Süni intellektin əsasındadır. Yeni müalicə üsulları tətbiq olunur, istifadə olunur. Hamısı süni intellektin əsasındadır. Yeni sosial media platformaları yaradılır. Yeni, belə deyək ki, yeni kontentlər generasiya olunur. Köməkçidir. Şəxsə köməkçidir. Şəxsi rutin əməliyyatlardan kənarda saxlayır ki, get öz intellektual işlərlə məşğul olur. Yaxud da ki, insanın işləyə bilmədiyi zərərli yerlərdə süni intellekt texnologiya rahatlıqla işləyir. Faydaları təhlükələrlə müqayisədə çox-çox yüksəkdir. Təhlükələri var. Bunu heç kim inkar eləmir. O təhlükələri maarifləndirmək lazımdır. Əhali maarifləndir ki, bax, bunun belə təhlükələri var. Hansı təhlükələrdir? Təhlükələr var. Sadalayıb getmək olur. Ən böyük təhlükələr də elə ki, iş yerləri bağlanacaqdır. İndi mən bura gəlməmişdən əvvəl oxudum. Tam tədqiqatlar göstərir ki, təsir nədir? Süni intellekt texnologiya daha çox iş yerə yaradıbdır, yaradacaqdır. 2030-cu ilə qədər süni intellekt texnologiyaları, yeni iş yerləri yaratmaqla dünya iqtisadiyyatında 15,7 trilyon dollar töhfə verəcəkdir. Görəcək, təzad. Əvvəl deyirlər ki, iş yerləri bağlanacaq, iqtisadiyyat batıb gedəcəkdir. Amma tərsinə. Müəyyən insan əməyini özü əvəz eləyəcək. İnsan əməyini əvəz eləyir. Amma yeni fəaliyyət növləri də var. Ənənəvi az intellekt tələb edən iş yerləri bağlanır, aydın məsələdir. Amma daha çox intellekt tələb edən iş yerləri açılır. Hal-hazırda dünyada data analitiklər var, data mühəndislər var, data alimlər var. Bunlar yeni peşələrdir. Bu peşələrə hal-hazırda o qədər böyük tələbatdır ki, dünyanın təhsil sistemi ona cavab verə bilmir, o tələbata. Bir mütəxəssis kimi gənclərə bax, söhbətimizin bu məqamında tövsiyəniz nədir? Biraz gələcəyi düşünərək. Gələcəyin peşəsi həmin bu data analitiklərdir, data elmlərdir, data mühəndislərdir. Çünki hər gün dayanmadan datalar, məlumatlar generasiya olunur. Bu məlumatları analiz edib oradan faydalı biliklər, informasiyalar əldə olunur. Onu kimlər edəcəkdir? Bu informasiyanın həcmi o qədər böyükdür ki, onu belə deyək ki, çox az mütəxəssisin köməyi etmək mümkün deyil. Belə az texnologiyanla etmək mümkün deyil. Yeni texnologiyalar kim yaradır? İnsanlar yaradır. O texnologiyaları kim işlədir? İnsanlar yaradır. Fərdlər yaradır, mütəxəssislər yaradır. Mütəxəssislərə də onların tətbiq sahələri, süni intellektin tətbiq sahələri A-dan Z-ə qədər bütün insanın fəaliyyətinin bütün sferalarında istifadə olunur. O qədər boş iş yerləri var hal-hazırda. Dünyada, misal üçün deyək ki, Amerikada data analitiklərə, data mühəndislərə o qədər böyük tələbat var ki, o bazar o mütəxəssisləri əldə edə bilmir. Və onlar o qədər böyük maaş alırlar ki, bunlar hal-hazırda onlar həkimlərə qədər maaş alırlar. Tələbat çox böyükdür, deyirsiniz, hal-hazırda. Bəs Azərbaycana gəlincə isə, Rasim müəllim, Azərbaycanda süni intellekt strategiyasından bizə hansı məqamları deyə bilərsiniz? Azərbaycanda süni intellekt strategiyası bildiyiniz kimi martın 19-da ölkə prezidenti cənab İlham Əliyevin sərəncamını qəbul olundu.
Azərbaycanda süni intellekt həmişə olubdur. 70-ci illərdən kadr hazırlanır. 70-ci illərdən elmi tədqiqatlar aparılır. Heç uzağa getməyək. İşğaldan azad olmuş ərazilərdə ağıllı kənd, ağıllı şəhər, ağıllı texnologiyalar, ağıllı idarəetmə nəyin hesabında? Hamısı süni intellektdir. Bütün bunların ağıllı, nəyin qabağında ağıllı sözü varsa, smart sözü varsa, hamısı süni intellekti məhsullardır, hamısı. Və Azərbaycanda da bu hansı zərurətdən əmələ gəldi? Bu süni intellekt strategiyasını qəbul edən ölkələr, hal-hazırda 70 ölkə süni intellekt strategiyası və siyasəti adlı bir sənəd qəbul edir dünyanın 70 ölkəsi. Burada gecikmək olmaz. Kim tez başlayırsa o da odur. Süni Azərbaycanda hal-hazırda bu mümbit platform əmələ gəldi. Bütün sferalar rəqəmsallaşır, datalar əmələ gəlir. Bu datalar nə etmək lazımdır? Bayaq dedim ki, datalar güclü xam maldır. Bilik əldə etmək üçün ən güclü xam maldır. Bu saatda informasiyadan dəyərli əmtəə yoxdur. Bilikdən dəyərli əmtəə yoxdur. O hardadır? Onun mənbələr hardadır? Həmin o datalardadır. Toplanmış datalardır. Onlar analiz olub, oradan faydalı bilik, faydalı informasiya əldə edirlər. Və burada Azərbaycan nə etməlidir burada? Azərbaycan bu nəzərə alaraq hansı strategiyada nələr nəzərdə tutulur? Bu toplanmış dataları birinci toplayıb saxlamaq. Bu birinci mərhələdir. Bu dataları emar etmək üçün infrastruktur lazımdır. Superkompüterlər lazımdır. Azərbaycan ona gedir, alır. Təkmilləşdirmək. Bu superkompüterləri, bu dataları kimlər emal edəcəkdir? Kimlər işləyəcəkdir? Mütəxəssislər, kadrlar. Sonra nə gəlir? Bundan sonra məhsullar gəlir. Məhsulları bu sahəyə investisiyanı cəlb etmək lazımdır. Daxildən və xaricdən. Həmin strategiyada nəzərdə tutulubdur. Və tətbiqi. 5 əsas istiqamət bu strategiyada özünü əksini tapıbdır. Və Ramiz müəllim, sözünüzə qüvvət, həqiqətən bugün gənclərin marağını doğuran məhz süni intellekt və yayıldığı bütün sahələrdə inkişafı üçün onu da qeyd edək ki, çox geniş sahədə kurslar, təlim yerləri, məhz öyrənmək üçün, süni intellektin sadəcə səthi deyil, dərin yanaşmaq üçün müxtəlif kurslar, hətta ölkə xaricində belə çox gözəl şanslar var. Onlayn şəkildə belə yararlana bilərlər. İstədim biraz məsləhət görərsiniz sizdə, qoşulmaları üçün, yəni necə daha çox inkişaf etdirə bilmələri üçün, məhz növbəti addımlarda kadr çatışmazlığında öz yerlərini ala bilmələri üçün. Çox yaxşı sualdır. Bu saat hər şey kadr həll edir. Məşhur bir fikir var da, hamı tərəfindən qəbul olunmuş. Bu kadrların necə, harada yetişmir? Hal-hazırda Elm və Təhsil Nazirliyi ölkədə kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və digər kompüter mühəndisliyi sahəsində ixtisaslara yenidən baxır. Müasir tələblərə cavab verir. Hal-hazırda həmin işçi qruplarının rəhbərindən biri də mənim kompüter elmləri ixtisası üzrə. Orada seçim ölkənin aparıcı alimlərinin iştirakı ilə orada müzakirələr getdi və yeni ixtisaslaşmalar qəbul olundu. Qəbul olunacaqlar, yəni müzakirədən keçibdir. Orada əsas o qəbul olmuş ixtisasların 90% süni intellektlə bağlıdır. Tələbat. Tələbat var. Çox güclü tələbat var. O kadrlar harada universitetlərdə yetişdirilir, bizim universitetlərdə. Onun elmi tədqiqat üstadında aparılır. Hal-hazırda bizim institut süni intellektlə bir 30-40 ildir onunla məşğuldur. Yaxud tək bizdə kadr hazırlanmırıq. Ölkə həm də xarici təhsil proqramı həyata keçirir. O xarici təhsil proqramını bizim sahə üzrə, kompüter elmləri, informasiya texnologiyaları üzrə göndərilən mütəxəssislərin, tələbələrin sayına baxsanız, 90% süni intellektlə bağlı ixtisaslara göndərilibdir. Nə gözəl. Yəni kadr özdəki bu sahəyə gənclər həddən artıq böyük həvəslə gəlir. Səbəb odur ki, birinci tələbat var, iş yerləri açılır. İkinci rəqabətdə davamlı maaş verilir, əmək haqqı verilir onlar. Tək bizdə yox, bütün dünyada elədir. Strategiyada da nəzərdə tutulubdur ki, bu sahələri, bu elmi tədqiqatı təşviq etmək üçün rəqabətdə davamlı əmək haqqı təklif olunacaqdır. Belədir.
Aydındır, çox sağ olun, təşəkkür edirik. Rasim müəllim, minnətdarıq sizə. Ətraflı Bir sıra məlumatlarınız məqamlara üçün. aydınlıq gəldi və bu pozitiv proqnozlara görə sizə ayrıca təşəkkür edirik. Təbii ki, gənclərimiz, bu sahəyə yeni yiyələnmək istəyənlərimiz öz nəsibini götürdülər bizim söhbətdən. Mən xatırladım ki, həm söhbətimiz İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rasim Alıquliyev idi. Ramiz Alıquliyev idi. Ramiz müəllim, minnətdarıq Çox sizə. təşəkkür edirik. İnşallah yeni efirlərdə görüşmək ümidilə. Təşəkkürlər. Mövzu aktualdır, həddən artıq Davamlıdır. aktualdır. Hər gün danışmaq lazımdır, hər gün maraqlandırmaq lazımdır. Təhlükələr O zaman barədə sözünüzü alırıq yenidən sizi efirimizdə oldu. Sağ olun. digər mövzularla qarşılayırıq. Minnətdarıq. Çox Bəli, sağ olun. efirimiz davam edir əziz tamaşaçılar. Səhər çağı efirdədir.